Onun psixoloq olaraq sırf peşəkar işi var. Həm əlillərlə işləyir, kimsəsiz uşaqlarla işləyir. Vaxt tapanda da bizə qoşulur, onu da salamlayırıq. Bu yaxınlarda da üzr istəyirəm Nurhan xanım. Elə İlham xanım biz bu məsələni çoxdan danışmışdıq. 5-6 ay olardı məncə. İndi bu yaxınlarda da mən o məsələni demək olar ki, bişirib ortaya gətirmişik. Bu yaxınlarda biz artıq şəhid övladları, qəhrəman ailələri ilə İlham xanımın görüşünü keçirdəcəyik. Çünki İlham xanım hər zaman dəyərli fikirləri o ailələrə böyük bir stimul verir. Çünki o ailələr bilirsiniz ki, biraz həssas təbəqədir. Həssas təbəqə olmaqla əlavə də onlar biraz sıxıntıları çox olur. Təbii ki, yaşam sıxıntıları yox, fikirlərində, hər bir şeydə. Həm o ailələrdə böyüyən uşaqlar ki var, o uşaqların deyək ki, artıq yeniyetməlik çağına gəlib çatanda mütləq şəkildə o uşaqlarla bir psixoloji dəstək mütləq lazımdır. Bir şəhid dərdi nə edirsən dəyərdə. Düzdür, onlar vətənimiz uğrunda uca məqama çatıblar, amma istək var da, yəni öz yaxınını itirmişsən, əlbəttə sıxıntı olur. Deyim ki, İlham xanım, mən o ailələrlə artıq bir 7 ildir işləyirəm o ailələrlə. Təbii ki, o ailələr çox həssas təbəqədir, amma mən onlarla söhbət edədiyim zaman həmişə ehtiyatla yanaşıram ki, çünki həssas təbəqədir. Amma İlham xanım onlarla çox sərbəst söhbət eləyir. İlk baxışdan İlham xanım çox istəyirlər və ayrılmaq da istəmirlər. Nazlı o qədər. Nə deməksin, bizi istəmirlər, tədbirlərdə biz iştirak edəndə. Ümumiyyətlə bizim